İllərdən bir ömür həyat sürən insanlar bir gün ayılıb görürlər ki, aralarında artıq bütün hisslər soyuyub, ehtiras yoxdur, bir-birlərinə qarşı əvvəlki duyğuları duya bilmirlər. Niyə belə baş verir? Çünki, bir çox hallarda insanlar axı problemi dilə gətirməyə bacarmırlar, danışmağı bacarmırlar. Hətta etiraz etməkdə çətinlik çəkirlər. Nə isə istəmirəm deyəndə də təhqirə keçirlər, bir-birlərini tənqid etməyə başlayırlar və düşünürlər ki, o özünü dəyişsə, bütün problemlər həll olunacaq. Yəni problemin həlli yanlış istiqamətdədir. Ona görə də bax belə qaldıqca insanlar emosional cəhətdən bir-birindən uzaqlaşmağa doğru gedirlər və, bunu bəhanə də edirlər ki, ailə, məişət, o qədər bu saat ehtiyaclar var ki, uşağın məktəbi, maddi problemlər, ona görə də biz bir-birimizə vaxt ayıra bilmirik və artıq nə hisslər, nə ehtiras, amma bu bir təməldir. Kişi, qadın arasında problemlərin həlli də məsələ onların öz aralarında olan münasibətdən irəli gəlir. Kənarda problemin həllini axtarmaq lazım deyil. Xüsusən də nə uşaqlarda, nə işdə, nə qonşuda, çalışın özünüz öz aranızda mübahisəli məqamlara aydınlıq gətirəsiniz. Alınmırsa bu işdə də elə təbii ki, ailə terapiyası, məhz ən doğru istiqamətdir. Çünki mütəxəssis sizin aranızda yaranmış o ünsiyyət probleminə aydınlıq gətirəcək ki, siz bir-birinizi eşidib dinləyə biləsiniz.